olacaq. Bugünkü dərsdə yenə padejlərdən istəyirəm biraz danışım. Çünki çox adam bunu başa düşə bilmir, çətin gəlir. Baxırıq birinci nömrəyə. Deməli, birinci cümləyə, üçüncü tapşırıq. Ya покупаю, ya mənə покупаю alıram. Nə alır? Покупаю, baxırıq rıba sözünə. Rıba sözü A ilə bitir. Əksər hallarda bəzən isключениyalar olur, amma ki A ilə bitən adətən qadın cinsinə aid olur. Rıba qadın cinsidir. Ona görə də biz baxırıq ki, Vinitsini padejdə feildən sonra əgər isim gəlirsə, qadın cinsindədirsə bu söz mütləq şəkildə U şəkilçisini alır. Baxırıq. Ya покупаю, mən alıram что? Nə? Rıbu. Yəni balıq alıram. Məsəl üçün salat olsaydı, ya покупаю salat. Çünki kişi cinsində cansızda biz bilirik ki, что sualına cavab verirsə alıram nə? Və bu dediyimiz söz cansızdırsa necə var elə də qalır. Yox, əgər canlıdırsa, məsəl üçün mən görürəm, eynən ya viju bizə mən olur, ona görə onunla bitir. Görürəm kimi və yaxud da ki nəyi, əgər bu kimi deyirsə, bu kişi cinsinə aiddirsə və canlıdırsa, məsəl üçün qardaşımı görürəm. Ya viju brata olur. Çünki burada Vinitsini padejin sualı olur. Kavo eynən raditsini padej kimi. Ya viju kavo, ya viju brata. Yox, əgər qadın cinsində görürüksə, ya viju sestru. Amma bu məsəl üçün cansızdırsa, mən ev görürəm. Ev rusca olur dom. Samitlə bitir və biz bilirik ki, dom samitlə bitdiyinə görə kişi cinsidir və cansız olduğuna görə feildən sonra sual verir. Ya viju что, ya viju dom. Yəni, Vinitsini padejdə feildən sonra əgər canlı gəlirsə, kişi cinsində A şəkilçisi olur. Ya viju brata, druga, tavarişa. Qadın cinsindədirsə, istir canlı, istir cansız, U-la bitir. Ya viju sestru, ya viju rıbu, ya viju korovu. Əgər cansızdırsa kişi cinsində, necə var, elə də qalır. Ya viju dom, ya viju magazin. Yəni, necə var, elə də qalır.